8-9 aydır mən meyvə yiyəməmişəm. Bu bahadır ki, yiyəməyəm da. Bir də çörəmənir bir pənidən, bir də yumurtadan ya. Mən bunlarla çeçiniyəm. Mənim önümdə bir də gedib məsələn, ayda mənə bir dənə tovuqla ancaq çeçinə biləm. Çünki mənim dəramədim yoxdur. Bu fərşdir. Getsən eşikdə məsələn indi kagəli yoxdur, fərşi boşlayanmıyam. Eşikdə də işləmək olmuyor. Çünki mənim 48 sindim var. Mən eşikdə fəhləli yapaymazlar. Övünə və sağ alanmayan xanəvadə deyirsən, narahat oluyor əlimizdən. Niyə, məsələn, sən yetiyəmmisən? Deyəm, baba, mənim dəramətim zəifdir, mən cəhtiyəmiyəm. Qəblən cəhtiyim, dördümüzü cəhtiyəm. Bizim işlədiyimiz məşqdir. Özümüz də böyük parçalar toxumuşuq. Bunlar bir şey deyil bu parçalar. 4-6 toxumuşuq. Böyle çox çətin zamandır var, belə bahalıq ki olur. Adam çətinini çəkir, bir də özünə deyək ki, adam nəvitsin, söz qalmır.